Belçikada qrip epidemiyası elan edilib. Bu barədə ölkənin Milli Səhiyyə İnstitutu məlumat yayıb. Belçikadan Avropa təmsilçimiz Elzar Ağayev hazırda bizlə birbaşa bağlantıdadır. Elzar, hər vaxtınız xeyir olsun. Vəziyyət necədir hazırda orada? Salam, axşamınız xeyir. Bəli, artıq neçə gündür ki, hətta bir həftədən də yuxarı bir vaxt ərzində Belçikada yeni qrip virusu ilə bağlı xəbərlər dolaşmaqdadır. Artıq bu xəbərlər öz rəsmi təsdiqini də tapmış oldu. Belə ki, Belçikanın Elmi Sağlamlıq İnstitutu ölkədə yeni qrip virusunun yayıldığını və artıq epidemik vəziyyətdə olduğunu elan etdi. Bu qurumun nümayəndəsi Yves Lafor bəyan etdi ki, hələlik vəziyyət kontrol altındadır. Yəni virus diaqnozu ilə xəstəxanalara müraciət edən, tibb ocaqlarına müraciət edən insanların hazırda sayı müəyyənləşdirilir. Hələlik Belçika Səhiyyə Ocaqları bunun öhdəsindən gəlmək iqtidarındadır, amma ümumi nəzarət də gücləndirilməkdədir. Diqqətinizə çatdırım ki, elə bu qurumun, yəni Elmi Sağlamlıq İnstitutunun açıqladığı son bir həftənin statistikasına görə ən azı 500 mindən artıq Belçikalı bu virusdan hazırda əziyyət çəkir. Onlardan 10%-dən artığının vəziyyəti təhlükəli həddə qiymətləndirilir. Əsas risk qrupu COVID-19 virusunda olduğu kimi 65 yaş üzəri insanlar və xroniki xəstəlikdən əziyyət çəkən Belçika vətəndaşlarıdır. Rəsmi məlumatda da bu öz yerini almışdır və mübarizə vasitəsi isə təbii ki, həmişəki kimi vaksinasiyadır. Belçika Elmi Sağlamlıq İnstitutunun açıqladığı məlumata görə hazırda Belçika səhiyyə ocaqlarında, tibb ocaqlarında həyata keçirilən vaksinlər, yəni həyata keçirilən vaksinasiya bu qripə qarşı mübarizədə də effektivdir. Ona görə də vaksinasiya davam etməlidir. Amma o da açıqlanıb ki, 65 yaş üzəri insanlar, yəni əsas risk qrupunda olan insanların hələ də 50%-dən artığı vaksinasiyadan keçməyib. Ona görə də onlar risk qrupunda qalmaqda davam edirlər. Belçika, xüsusilə də paytaxt Brüsseldə bununla bağlı nəzarət qarşıdakı günləri daha da gücləndiriləcək. Belçika Elmi Sağlamlıq İnstitutunun açıqlamasında belə deyilir. Brüsseldən ən son xəbərləri çatdırdıq. Söz sizlər. Təşəkkür edirik Elzar, ətraflı məlumat üçün çox sağ olun.